çoğu biznes nümayəndələrinin həyat tərzi demək olar həmişə cəmiyyətin diqqət mərkəzində olub. Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan, paylaşılan videolardan biri də müğənni Vəfa Şərifova və onun həyat yoldaşı iş adamı Famil Xəlilovla bağlı yayılan görüntülərdə. Xəbərveraz bildirir ki, bu mövzu ilk dəfə deyil gündəmə gəlir. Daha əvvəl də internet məkanında bu barədə paylaşım və müzakirələr aparılıb. Hətta ATV kanalında yayımlanan rəngarəng verilişində aparıcı Vəfa Şərifovaya birbaşa bu haqda sual ünvanlayıb. Müğənni həmin verilişdə bildirib ki, artıq 10 ildir Famil Xəlilovla birlikdə. Sevirsən həyat yoldaşını? Əlbəttə sevməsəm. O da səni sevir mi? 10 ildir bir yerdə olmarıq. 10 ildir. Bəli, artıq 10 ildir. Haqda belə danışmaq açıq, çünki nə bilim, böyüklərimiz baxır, qohumlarım baxır. Yox, yəni ilk və son sevgisisən. Mən Ən böyük sevgisisən yəni. 10 ildir, ən uzun müddətli mən olduğum üçün hər halda elədir. Elədir. Kimdən oğurlamısan onu? Müğənni Vəfa Şərifova haqqında maraqlı məqamlardan biri də ondan ibarətdir ki, o vaxtilə mebel dükanlarının birində satıcı kimi çalışır. Onun sənətə gəlişindən öncəki həyat yolu da sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanır. Şərifova mebel mağazasında satıcı olaraq çalışıb, düzdürmü Vəfa? Bəli, düzdür. Oradan bəs necə oldu gəldin, çıxdın səhnəyə, efirə, səhnələrə? Orada işləyə vokal dərsləri də alırdım. İntiqam Kərimovdan almışam vokal dərslərini. Toyu Tacir müəllimdən öyrənmişəm. Amma ilk efirə həyat yoldaşımın dəstəyi ilə çıxmışam. Bir diqqət çəkən məqamlardan biri də hazırda Vəfa Şərifovanın həyat yoldaşı Famil Xəlilovun bir zamanlar digər tanınmış müğənni Şəbnəm Tovuzunun da həyat yoldaşı olduğu iddia edilir. Hətta bir vaxtlar bu iki sənətçi arasında bu səbəbdən gərginlik və söz-söhbət yaşandığı da söylənilir. Nina şəklimi yan-yanaşı qoyursunuz. Yazırsınız ki, orada ay nə bilim mən kim sevgili olub, kim nə olub. Baxın, bir kişinin həyatında çox qadın ola bilər. Mən yoldaşımın keçmişinə cavabdeh ola bilmərəm. Mən yoldaşımın keçmişinə görə qınaya bilmərəm. Yəni bir kişini, Azərbaycanda yaşayırıq da biz, bir kişinin keçmişinə görə heç kim qınaya bilməz. Nəinki mən. Hər xanımın, yoldaşın həyatında, keçmişində kimlərsə olub. Lakin araşdırmalar zamanı ortaya çıxan başqa bir diqqət çəkən fakt isə odur ki, iş adamı Famil Xəlilovun Elvira adlı bir xanımla rəsmi nikahda olduğu barədə də məlumatlar mövcuddur. Bu fakt sosial şəbəkə istifadəçiləri arasında yeni suallar doğurur və məsələni daha da mübahisəli edir. Görünən odur ki, tanınmış simaların şəxsi həyatı yenə də ictimaiyyətin diqqət mərkəzindədir və bu cür iddialar gündəmdə qalmağa davam edəcək. Elvira xanım bizim əziz dostumuz, gözəl xanım, dünya gözəli xanım.